Salam müəllimlər, gəlin sizinlə bu günlərim Time 2024-dən 38-ci testi həll edək. Müəllim monitorinqinin nəticələri nəzərə almır və planlaşdırılmasına müvafiq dəyişikliklər etmədən gündəlik dərs keçir. Burada hansına uyğun gələ bilər? Təbii ki, inkişaf yönümlü. Çünki müəllim formativ qiymətləndirmədən sonra, ümumiyyətcə summativ qiymətləndirmədən sonra şagirdlərlə birinci əks əlaqə qurmalıdır. Yəni rəylər verməlidir, nəyə görə o qədər bal aldılar, niyə görə bu nailiyyətlər əldə etdilər. Uğur və uğursuzluqların qeyd edərək onları gələcəyə yönəltməlidir. Bununla da inkişaf yönümlü təmin edilir. Digər bir tərəfdən öz planlarında da müəyyən dəyişikliklər etməlidir ki, şagirdlərdə olan o zəif inkişaf edən bacarıqları, bilik və bacarıqları növbəti bölmə üzrə inkişaf elətdirsin. Burada təbii ki, inkişaf yönümlülük pozulubdur. Bir də B variantı. 2-də müəllim dərs zamanı müalicə və dərman bitkilərinin xüsusiyyətlərini şagirdlərə öyrədir. Lakin onlara bu bitkiləri qorumağın nə qədər əhəmiyyətli olduğunu danışmır. Burada neyniyir? Müəllim dərs sadəcə keçir, amma onun əhəmiyyətini vurğulamır, mahiyyətini aşılamır. Burada da təbii ki, pedaqoji prosesin tamlığı prinsipi pozulur. Çünki müəllim dərsi keçəndə onun mahiyyətini də şagirdlər başa salmalı. Digər bir tərəfdən ola bilər ki, qrupda qayda tərtib olunur, sinif qaydaları, qrup qaydaları, amma onun mahiyyəti şagirdlərə aşılanmır. Burada da pedaqoji prosesin tamlığı prinsipi pozulur. Biz bilirik ki, pedaqoji prosesin tamlığı prinsipində müəllimin üç funksiyası özünü göstərir: təhsilləndirici, tərbiyə edici və inkişaf edici. Digər bir situasiyadır. Müəllim hər bir şey çox gözəl şəkildə keçir dərsi, amma vaxtaşırı şagirdlərlə tərbiyə və əhəmiyyətli mövzularda müzakirələr təşkil etmir. Burada da pedaqoji prosesin tamlığı prinsipi pozulur. Demək ki, 2-yə də getdi C. 3-də yazır ki, müəllim sinifdəki şagirdlərə çətinlik dərəcəsi aşağı olan bir neçə tapşırığı verib həll etmələrini tapşırır. Burada da təbii ki, təhsildə bərabər imkanların yaradılması prinsipi pozulmuş olur. Bu niyə görədir? Çünki müəllim gündəlik planlaşdırmasında öz sinifindəki şagirdlərin bir neçə xüsusiyyətlərinə görə diferensial yanaşmalıdır və tapşırıqları da 20-30-30-20 səviyyəsində hazırlamalıdır. 20-30-30-20 nə deməkdir? 20% asan, 30% orta, 30% çətin, 20% də lap çətin səviyyəsində hazırlanmalıdır. Niyə görə? Çünki bizim sinifimizdə, bütün siniflərdə nailiyyət səviyyəsi aşağı olan şagirdlər də olacaq, nailiyyət səviyyəsi yüksək olan şagirdlər də olacaq və yaxud da şagird müxtəlifliyi ilə qarşılaşa bilərik ki, bu inklüziv ola bilər uşaqlarda ki, əqli və fiziki cəhətdən iki hissəyə bölünür. Məsələn, şagirdin ətraf orqanlarında problem ola bilər, şagirdin əqli qavramasında problem ola bilər, Down sindromu ola bilər və yaxud da şəxsiyyət tiplərinə görə ekstravert, ambivert, introvertlərimiz ola bilər və yaxud da öyrənmə tərzlərinə görə vizual öyrənən, kinestetik öyrənən, audial öyrənən, oxuyub yazaraq öyrənənlərimiz ola bilər və yaxud da intellekt növünə görə fərqlənə bilər. Riyazi məntiqi ola bilər, musiqi ritmik ola bilər, verbal lingvistik ola bilər və digər növləri. Ki, müəllimin gündəlik planlaşdırılmasına mütləq diqqət etməli olduğu məsələlərdən də ən önəmlisi dərsin diferensiallaşdırılmasıdır. Yəni fərdiləşdirilməsidir. Hər kəsin səviyyəsinə uyğun tapşırıqların hazırlanması, hər birinə də fərdi yanaşma nümayiş etdirməsi ki, bu hətta gündəlik planımızda da nəzərdə tutulur. Demək ki, burada hansı pozuldu? Təhsildə bərabər imkanların yaradılması pozuldu. Ancaq çətin tapşırıqların hazırlanması, ancaq aşağı dərəcəli çətinlik dərəcəli tapşırıqların hazırlanması bu bərabər imkanları pozur. Bərabər imkanların pozulmasını göstərən başqa bir amillər də var. Misal üçün ola bilər ki, sinifə şagird daxil olur, qrup işi gedir, müəllim şagirdi qrup işinə yox, fərdi işə cəlb edir. Burada da bərabər imkanlar pozulur. Çünki qrup işinin verdiyi imkanlar, sosial bacarıqlar 20-ci əsrin bacarıqların fərdi iş vermir. Və yaxud da fərdi işində verdiyin qrup işi vermir. Ona görə də əgər sinifdə hər kəs qrup işindəsə, şagird ora cəlb olunmalıdır və yaxud da şagird sinifə daxil olur, amma şagirdin əyləşməsinə icazə vermir. Müəllim o lövhə qarşısında durur. Orada iki prinsip pozulur. Bir, dəstəkləyici mühit pozulur, çünki sağlam psixoloji mühit pozulur. Digər tərəfdən də bərabər imkanlar pozulur yenə. Və bunlara mütləq diqqət etmək lazımdır. Demək ki, 3-ə də getdi A. Bizim testimizin cavabı D variantı.